Bura bizim məhəllədir. Yaşıllıq, quşların səsi, çox gözəl mənzərədir. Orada güllər açıbdır, oradan buradan qızıl güllər açıbdır. Burada da manqalı yavaş-yavaş tüstülədirik. Öz xodunu tüstüləyir manqal. Manqal tüstüləyə ətləri şişə bir-bir keçiririk. Yavaş-yavaş kartofları, pomidorları keçiririk şişə. Sonra göy doğrayırıq, soğan doğrayırıq üstünə əlavə etmək üçün. Nətər istəyirsiniz elə eləyin, biz belə eləyirik. Sonra manqalı burada tüstüləyəndən sonra keçiririk. Sonra güllərin oradan buradan çiçəkləyən güllərə baxıram. Çox gözəl çiçəkləyib güllər. Yaşıl çəmənlik, əla bir yerdir. Quşun cəhcəhələrinə bax. Ağaçdakı quşların səsi adamı heyran eləyir, həm də başını aparır adamın səhərə qədər. Sonra gəlirik manqalın yanına. Burada yeni manqal öz xodunu tüstüləyir. Bilmirəm niyə bu qədər tüstüləyir. Sonra manqalı keçiririk. Manqal keçir. Burada da ətləri şişə taxmışıq oradan buradan. Pomidorları yarısı əzilib, yarısı partlayıb, yarısı parçalanıb. Burada göy soğanı baltayla doğrayırıq. Göy də əlavə edirik. Burada da kartofları yarısı gözü bərələ qalır. Burada da ocaq yanır. Kartoflar, pomidorlar, ətlər burada tüstüləyə pişir. Burada bizim yanmış ətlərimiz çox gözəl dadlıydı.